Tapçağır nədir? Daxil olursunuz hər hansı bir, buradan bir dənə göstəreyim. Daxil olursunuz tapçağır.com-a. Burada seçəcəyiniz deyək ki, bölmələr var, kateqoriyalar var. Hansı usta növündə axtarırsınız. Ustaların şəkillərini görürsünüz, nömrələrini görürsünüz. Birbaşa usta ilə əlaqə saxlayırsınız. İndiyə kimi bazarda ən çox proses necə olurdu bizdə? Girirdik, onlara nömrəmizi verirdik, onlar bizə zəng vururdular ki, sizə bu ustanı göndərəcək. Niyə? O arada istəyir o komissiyanı götürsün də, deyək ki, ustadan hər hansı bir komissiya alacaq, o qazancı oradan əldə edəcək. Biz bunu aradan qaldırırıq. Biz deyirik ki, sizin özünüz birbaşa həmənki ustaya zəng vurasınız. Biz nədən qazanacaq? Biz trafik yığandan sonra burada sağda, solda bizim displey reklamları var, təlimdə keçdiklərimiz. Orada reklam göstəririk, istifadəçilərdən reklamdan pul qazanırıq, yəni şirkətlərdən. Nə istifadəçidən pul qazandıq, nə ustadan pul qazandıq. Qıraqda reklam göstərib şirkətlərdən pul qazanmağa başlayırıq. Bəli, bəli. Normal olaraq burada ustanın özü girib qeyddən keçə bilməz. Orası da var. Usta bax, qeydiyyat yeri deyilən bir şey yox. Bunların hamısı bizim tanıdığımız ustalardır. Bu ustaları hardan əldə edirik? İndi gəlirik bura. Gəlirik bunun layihə tərəfinə. İndi AI ilə hardan bağlayacaq, onu göstərim sizə. İndi gəlirik bunu yarada bilməyimiz üçün bu saytın qabaq tərəfində front deyirik. Frontend kodları var, backend tərəfi var, arxa tərəfin kodları var. Arxa tərəfdə biz bunu idarə etmə paneli deyirik. Onun ayrıcan kodları olur. Sonra ustanın öz paneli olur. Usta özü girsin, görsün ki, burada nə qədər buna istifadəçi zəng vurub, məsəl üçün nə qədər adam klikləyib və ya 10 dənə zəng gəlib, ustanın özü axırda hesabat apara bilsin. Mən 10 dənə zəng gəlib, amma 2 dənə satış elədim. Onlar özü bilə bilsin deyə arxa tərəfin yığmaq sistemləri. Biz bütün bu sistemləri bir həftəyə yığmışıq. Amma bu normalda MVP deyirlər, yəni ilkin mərhələsi olur saytların. 2 ay, 3 aya çıxardırlar, gedirlər investorların yanına, yatırımcılara, onlardan pul istəyirlər. Amma biz MVP-sini yox, full versiyasını bir həftəyə yığmışıq. Yəni adam çıxıb konkret olaraq orada girib zəng vura bilərsiniz, usta da orada işləyə bilər. Amma dediyim kimi, burada həmənki AI bizim hansı işlərimizi görüb, sayt işimizi gördü bir həftəyə, backend işimizi gördü, frontend işimizi gördü, admin panel tərəfini gördü və salam. İşin qalır digər 50 tərəfi. Burada nə idi? Bunun sosial media hesabları açılmalıdır. Şimdi öz tələbələrimizdən komanda yaratdıq, sosial media hesablarını açdıq. Ondan sonra bunun ustaları yığılmalıdır. Və bu ustaları dediyim kimi istəmirik də orada hər hansı bir usta olsun. Ustaları hardan yığmalıyıq? Bizim bir çevrəmiz olmalı ki, biz girək orada ustalardan nəsə usta soruşaq onlardan. Bu çevrə bizdə əvvəlcədən hazır idi. Niyə hazır idi? Biz marketinq tərəfdə öz funnel sistemlərimizi qurmuşuq Azərbaycanda. 1000-dən çox orada digitalçı, SMM, sosial media ilə o işlərin içərisində olan adamlar var o qruplarımızda. Türkiyə tərəfində 300-dən çox sosial mediası var o qruplarda. O qruplarda biz hər cür istifadə edirik. Çünki biz orada nə edirik qruplarda? Orada sosial mediada olan yoldaşlara nəsə problemlər yazında biz onlara dəstək veririk. Nəsə yazıb soruşulur, biz onlara kömək edirik. Yəni təmənnasız şəkildə. Okay, o bizim harda işimizə yarayır. Sabah hər hansı belə bir layihədə oraya bir dənə mesaj atırıq ki, sizin istifadə edib razı qaldığınız ustalar varsa göndərə bilərsiniz bizə. Bizə hamı qrupa nömrə göndərir, 100-dən çox nömrə gəlib orada. İndi hamısından bir-bir danışılır. Şəkillərini alıb saytı yükləmiş oluruq. İndi AI nə qədər güc doğru olsun, bizim arxa tərəfdə o gücümüz yoxdursa, o funnel sistemimiz yoxdursa, o çevrəmiz yoxdursa, bu AI ilə bu saytı hal-hazırda soruşsaz, o qrupda paylaşandan sonra 3-4 nəfər üzə çıxdı ki, müəllim onu biz də yığmışıq, amma hələ başlada bilməmişik. Niyə başlada bilməmişik? Çünki işin arxa tərəfi lazımdır. İşte onu kim usta yığacaq? İstifadəçi tərəf var. Bunu kim istifadəçilər necə gətirəsiniz? Ondan sonra marketinqini necə eləyəsiniz? Bunun reklamını necə qoşarsınız? Bunun Google tərəfi var, bunun Meta tərəfi var. İnsanlarda bir güvən necə yaradasınız? İşin 50% budur.